Salam, əziz şagirdlər. Bugün sizə Atropatena və Albaniya dövlətlərinin oxşar xüsusiyyətlərindən danışacağıq. Vaxt itirmədən başlayaq. Ümumiyyətlə biz bilməliyik ki, həm Atropatena dövləti, həm Albaniya dövləti Azərbaycan tarixində xüsusi rola malik olan dövlətlərdir. E, Onların oxşar xüsusiyyətlərini bir-bir lövhəyə qeyd etmişəm ki, vaxtımız çox getməsin. Gəlin izaha başlayaq. Hər iki dövlətin eradan əvvəl 4-cü əsrdə yaranmaları. Bu onların birinci oxşar xüsusiyyətidir. Yəni həm Atropatena dövləti, həm Albaniya dövləti eradan əvvəl 4-cü əsrdə yaranıblar. Bu onların bir oxşar xüsusiyyətidir. Digər oxşar xüsusiyyəti Makedoniyalı İskəndər imperiyasının süqutu nəticəsində. Yəni qədim dünya tarixinin ən məşhur dövlətlərindən biri Makedoniya dövləti, həmçinin onun belə deyək də Makedoniya dövlətinin adının yüksəldilməsində, tanıdılmasında məşhur belə deyək də xüsusi rolu olan məşhur İskəndərin imperiyasının süqutu nəticəsində yaranıb bu iki dövlət. Deməli Makedoniyalı İskəndər imperiyasının süqutu və parçalanması nəticəsində yaranıblar. Üçüncü xüsusiyyət odur ki, bu dövlətlərin yaranması ilə Vahid Azərbaycan xalqının yaranması prosesi başlayır. Vahid Azərbaycan xalqının yaranması prosesinin başlanması deməli eradan əvvəl 4-cü əsr Atropatena və Albaniya dövlətlərinin yaranmasından götürülür. Növbəti oxşar xüsusiyyət tarixi Azərbaycan torpaqlarında yaranması. Ümumiyyətlə həm Albaniya dövləti, həm Atropatena dövləti qədim Azərbaycan torpaqlarında yaranıb. Yəni təbii ki, qədim Azərbaycan torpaqları müasir belə deyək də Azərbaycan Respublikasının əhatə etdiyi torpaqlarla belə deyək də hüdudlanmırdı, sərhədlənmirdi. Ərazilərimiz kifayət qədər geniş olub. Məsələn, indiki İranın şimalı bizim tarixi torpağımızdır. Dağıstanın bəzi rayonları, başda Dərbənd olmaqla bizim torpağımız olub. Həmçinin Gürcüstan ərazisində bəzi torpaqlar bizim olub. Həmçinin Ermənistan, müasir Ermənistan demək olar ki, bütövlüklə Azərbaycan torpağı olub. Sadəcə tarixi dövr ərzində bəzi siyasi zərurətlər hesabına biz o torpaqlarımızı itirmişik. Amma Albaniya dövləti və Atropatena dövləti tarixi Azərbaycan torpaqlarında yaranıblar. Bu da oxşar xüsusiyyət kimi götürə bilərik. Növbəti oxşar xüsusiyyət Kaspi və Kadusi tayfalarının yaşaması. Ümumiyyətlə, həm Albaniya dövlətində, həm Atropatena dövlətində türk mənşəli tayfalar yaşayıb. Məsələn, Kaspi və Kadusi tayfalarının hər iki dövlətin arasında yaşaması onların oxşar cəhəti olacaq. Növbəti Yunan mədəniyyətinin təsirinə məruz qalması. Həm Albaniya dövləti, həm Atropatena dövləti Yunan mədəniyyətinin təsirinə məruz qalıb. Biz bunları nədə görürük? Məsələn, kiramiddən istifadə həm Albaniyada var, həm Atropatenada var. Yunan tanrılarına sitayiş edilməsi həm Atropatenada var, həm Albaniyada var. Deməli, elm mədəniyyətinin, başqa sözlə Yunan mədəniyyətinin təsirinə məruz qalmağı hər iki dövlətdə olacaq. Növbəti Roma Respublikasının qüvvələrinə qarşı mübarizə aparmaq. Deməli, həm Albaniya dövləti, həm Atropatena dövləti Romanın Respublika idarə etmə sistemində toqquşmaya məruz qalıb. Belə deyək də, cümləni səhv qurdum. Həm Albaniya, həm Atropatena dövləti Roma Respublikası ilə mübarizə aparıb, müharibə aparıb. Bir məsələdə diqqətli olmaq lazımdır. Albaniya dövləti və Atropatena dövlətləri Romanın Respublika idarə etmə sistemində toqquşublar, yəni müharibə aparıblar. Biz bilirik ki, Romada padşahlıq dövrü var, Respublika idarə etmə quruluşu var, bir də imperiya dövrü var. Düzdür, Albaniya dövləti Sasanilər dövləti ilə müttəfiq halda 4-cü əsrdə Roma imperiyasına qarşı mübarizə aparacaq. Amma Atropatena dövləti yalnız Respublika, Romanın Respublika idarə etmə sisteminə qarşı mübarizə aparacaq. Deməli, Albaniya və Atropatena dövlətlərinin bir oxşar xüsusiyyəti də Roma Respublikasına qarşı müharibə aparmalarıdır. Növbəti Parfiya təhlükəsinə qarşı Roma ilə diplomatik əlaqələrin saxlanması. Biz bilirik ki, artıq, yəqin siz bilirsiniz, bilməmiş deyilsiniz yəni. Parfiya dövləti ilə Atropatena dövləti əvvəl müttəfiq olublar Roma təhlükəsinə qarşı. Sadəcə sonradan, daha da konkret desək, Fraspa döyüşündən sonra Parfiya ilə Atropatena münasibətləri korlanır. Səbəb də o idi ki, Parfiya Atropatena ərazilərinə iddia edirdi. Atropatena dövləti də xarici siyasətində dəyişiklik edərək Roma ilə yaxınlaşma qərarı əldə edir, yəni diplomatik əlaqələr saxlayır.
Kimə qarşı yönəlmişdi bu? Parfiya dövlətinə qarşı. Eyni proses Albaniya dövlətində də var idi ki, yəni Parfiya təhlükəsinə qarşı Roma ilə diplomatik əlaqələr saxlanılması var. Keçdik. Quldar monarxiya dövlətlərinin olması. Hər iki dövlət quldar monarxiya dövlətidir. Yəni nə deməkdir quldar monarxiya? Siyasi formasına görə monarxiyadır, yəni hakimiyyət irsən ötürülür atadan oğula, qardaşdan qardaşa. Quldar dövlət də nə deməkdir? Yəni təsərrüfatda, cəmiyyətdə qul əməyindən istifadə olunur. Quldar monarxiya dövləti olmasa hər iki dövlətin oxşar xüsusiyyəti olacaq. Bir məsələni qeyd eləmədim. Deməli, Albaniya və Atropatena dövlətlərində qul əməyindən geniş istifadə olunmayıb. Yəni qul əməyindən ümumilikdə istifadə olunub, amma geniş şəkildə istifadə edilməyib. Yəni testlərdə qarşınıza çıxsa ki, qul əməyindən geniş istifadə olunub Atropatena və Albaniyada, bu səhvdir. Amma Romada, Yunanıstanda və Misirdə və digər ölkələrdə qul əməyindən geniş şəkildə istifadə edilib. Bir də 10-cu oxşar xüsusiyyəti ola bilər ki, ən qədim pulların Makedoniyalı İskəndərin adından kəsilməsi. Həm Albaniyada, həm Atropatenada ən qədim pullar Makedoniyalı İskəndərin adından kəsilib. Lakini saxlayım sonraki videoya. Çünki